Etirazçıların mənasız şəkildə öldürülməsi dayanana qədər İran rəsmiləri ilə bütün görüşlər ləğv olunub, yardım yoldadır və Tramp bu fikirləri səsləndirib, diqqətinizə də çatdırmışıq. Maraqlıdır ki, Trumpın bu çağırışının arxasında hansı mesajlar dayanır? Vaşinqtonun İrana hərbi müdaxilə ehtimalı nə dərəcədə realdır? Mövzu ilə bağlı siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Trumpın son açıqlamaları təsadüfi deyil. Əslində, Donald Trumpın keçirdiyi mətbuat konferansında diqqət yetirsək, bu məsələlərə toxunulduğunu görərək, o İrana yardım yoldadır ifadəsinin mənasını və şifrələrinin tapılmalı olduğunu bildirib. Görünən odur ki, Birləşmiş Ştatlar İrandakı vəziyyətin gedişatından istifadə edərək özünün müəyyən planlarını həyata keçirmək istəyir. Nəzərə alsaq ki, ötən gün Trumpın xüsusi elçisi Steve Witkoff da Pəhləvilərin nümayəndəsi olan Rıza Pəhləvi ilə görüş keçirib. Bu o deməkdir ki, Birləşmiş Ştatlar İranda rejimin dəyişməsi ilə bağlı müəyyən planlara malikdir.